İkincisidən yenə bir salmırıq. İlk hissəm dostluğun 6-0'lıq qələbəsi ilə başa çatdım. Həll edici hissəm. Voleybol canlı yayım hal-hazırda gedir. Sadəcə digər səhifəmiz vasitəsilə. Turnirin rəhbəri bəylər belə əlaqə saxlayın, sizlərə link versin. Hal-hazırda orada canlı yayım gedir. Reklam işləri səhifəsi yazın, görəcəksiniz orada. Canlı yayım hal-hazırda gedir. Dostluq klubu hal-hazırda hücum əmrəsi eləyir. Oyundan kənar vəziyyət yoxdur. Zərbə də oldu və top torada. Qol qeydə alındı. Diqqətimiz yan xətt hakimində idi, amma oyundan kənar vəziyyət tamamilə doğru qərar. Hər hansı bir oyundan kənar vəziyyəti yox idi. Üstünlük 7 topa çatır. İlk dəqiqələrdən qolun müəllifi isə nömrə 9 Ağasəv Tağızadə olur. İkinci hissənin ilk dəqiqəsində hesab dəyişdi. Qolun müəllifi kim idi? Bir daha xatırladım. Ağasəv Tağızadə fərqləndi. 9 nömrəli oyuncu. Avazda hesab 7-0'dır. Bu top isə qapıdan aralı keçdi. Fatih Qurbanlının son toxunuşu. Son toxunuşundan sonra top qapıdan aralı keçdi. Hesab eyni olaraq devam edir. Voleybolda gedən canlı reklam işləri səhifəsi adını yazın. Reklam işləri yazın, orada çıxacaq. Qayda pozuntusu qeydə alınır. Beyruz Əliyev. İkinci dərəcəli hakim qayda pozuntusuna görə oyunu saxlayır. Yeni bir hücum cəhdi Dostluq futbol klubundan Rafael Abdullayev topa çatmışdı. Tağızadəyə topla ilerleme imkanı yarattı. Bir qədər geriyə. Niyaz Qulamov qədər qaydır top. Efes sağ çınaqla Dostluq hücumu. Avtogol qeydə alınır. 8-0 olur hesab. Fatih Qurbanlı idi yanılmıramsa. Zərbə qarşı götürmənin müəllifi, hər bir halda isə qol avtogol olaraq qeydə alınacaq. Üstünlük 8 topa çatır. Rivalar maçın taleyini ilə ilk hissədə artıq həll etmişdi Dostluq. İkinci hissədə də qolu yağışını yağdırma davam edir. Qayda pozulur və cərimə zərbəsi.
Hesab hazırda 8-0'dır. Out Inter. Dostluk Futbol Klubu 8-0 hesabıyla öndedir. Şedinlə də olsa təhlükəli zonadan çıxartdı. Inter müdafiəçisi. Rıza Tağzadəm. Geriyə Niyaz Qulamov. Hesab neçə-neçədir? Hesab 8-0 dostluğun xeyrinə. İkinci sənin 7-ci dəqiqəsi hal-hazırda oynanılır. Out. Out'u Inter'li futbolçular yerine getirmelidir. Aradı bura U12 Azərbaycan Çempionatı uşaq futbolu. Yaşlı gemdə Dostluq Futbol Klubu. Qaralı sarılı gemdə isə Inter mübarizə aparır və hesab 8-0 Dostluğun xeyrinə. Inter komandası hücum həmləsi edirdi. İbrahim Mahmudov ortalayır. Niyaz ağa sana bak Niyaz. Tek ağa sen. Niyaz ağa sana bak. Ne geliyor? Ne diyeceğim kapsı? Ağa sen. Niyaz Qulamov topu oyuna daxil etdi. Ağa sen kaç. Kaç. En solda 15 nömrəli oyuncu toplaydı. Onun zərbəsi qaydan top və top orada. Öncə Rafael Abulayev zərbə indirdi. Qapışdan qaydan topa isə 9 nömrəli oyuncu Ağasəv Tağızadə sərt zərbə ilə toru silkələyir. Hesab isə elə 9-0'a çatır. Dostluq adım-adım qələbəni %100-ləşdirib demək olar. Hətta hesabı da böyütməyə də davam edir. Qarşılaşmanın ikinci hissəsinin 10-cu dəqiqəsində. Yine top Inter'de futbolçularda. Qayda pozuntusu qeydə alır. Cərmə zərbəsi. İkinci hissənin 10 dəqiqəsi artıq arxada qalıb. Son 20 dəqiqə. 3 haldan 20 dəqiqə ayırır Dostluq Futbol Klubuna.
Birbaşa çərçivəyə ünvanlamışdı zərbə. Burada isə Tariyel üçün hər hansı bir çətinlik yaranmadı. Düzgün mövqe tutmuşdu Tariyel. Bu dəqiqələrə qədər topa ikinci toxunuşu idi. Dəkçimdə yaxalayır dostluq, amma oyundan kənar vəziyyət zənnimcə yox idi. Cəmil Hüseynli 14 nömrəli oyunçu zənnimcə oyundan kənar vəziyyətdə deyildi. Adətən Feyruz Əliyev çox inamlı və düzgün hakimlərdən hesab olunur. Yəqin ki, bu rakursda ya biz yanıldıq cüzid olsa, ya da elə Feyruz Əliyev özü. Təbii ki, hakimin düz çıxma ehtimalı daha çoxdur. Amma bu rakursdan Cəmil Hüseyninin oyundan kənar vəziyyətdə olmadığını düşünürük. Inter hücum əmləsi qururdu. Son toxunuş Niyaz Qulamovdan. Out Inter. Ali, yoga bakala biraz, yoga bakala. Geç Rıza, ver geçsin. Ver Cemile. Rıza Tağızadə. Ramal bir, Ramal özür Ramal. Ramal Yusifli. Allah sen Ramal. Onun ötürməsindən sonra top qalqı birdə qalır. Daha, diğerine sor. Niyaz Qulamov. Yapar ki, Niyaz Ramal'a bak, Ramal'a bak. Rafael Abdullayev. Ramal'a bak, Ramal seni gir özür. Ramal Yusifli. Çarpazdan yoxuluyor və gol. Top orada. Allah'ta herkese müdafiəçilər qarışıq, qapışı qarışıq. Herkes ötürmə gözləyərkən əksinə fərqli qərar qəbul etdi. 19 nömrəli oyuncu Ramal Yusifli. Və mükəmməl gol celebration'larda qolunu bayram edir. 10-cu gol 10-0. Qarşılaşmanın ikinci hissənin 13-cü dəqiqəsində. Tez gel, başlasınlar. Burada isə son zərbə 14 nömrəli oyuncu Cəmil Hüseyndən gəlir. Top qapıdan alalı geçdi. İkinci hissənin tən yarısı oynanılır. Beşinci dəqiqə. Cəm işləsinə doğru ötürməm. Zərbə də gəldi və bir xeyli qeydiyə qalınıb bu zərbə. Qapıdan zərbə ilə top oyuna daxil edilməlidir. Hesab səyləkeynədir. 10-0'lıq nəticə var. 3 xalı artıq garantiliyib Dostluq Futbol Klubu.
Növbəti hücum cəhdi. 11-ci qol cəhdləri var Dostluq Futbol Klubunda. Üçüncüdən zərbə. Niyaz Qulamov qapıya doğru yoxlayır. Top qapıdan aralı keçdi. 17-ci dəqiqə təsadüf etdi bu zərbə. Son 13 dəqiqə maçın bitiminə hesab 10-0. Anar Dostluq Futbol Klubunun xeyrinə və burada isə qapı direği 11-ci qoldan xilas edir Interi. 14 nömrəli oyunçu Cəmil Hüseyni yenə fərqləməyə yaxın idi. Bu qədər cəhdləri yəqin ki, ən az bir qol gətirəcək 14 nömrəli oyunçuya. Yanımıza bir dənə bəyənək, canımız kəşfətə düşsün. Qulamov. Ramal Yusifli. Rafael Abdullayev. Ramal Yusifli'dən geriyə. Niyaz Qulamov. Yenə uzaqdan yaxalayır şansını və top qapının üstünə keçdi. Niyaz Qulamov idi zərbənin müəllifi. Zərbədən sonra əvəz olunur. Yerinə Rıza Tağzadə daxil oldu. Digər əvəz etmək isə 19 nömrəli oyunçu Ramal Yusifli idi. Yerinə Nihat Eskərli meydana daxil olur. Hər iki əvəz etmə 18-ci dəqiqənin ikincisi də tamamında reallaşdı. Növbəti ikinci zərbəsi. ...2024-25 sezonda da məhz bu məşqçi Söhbət Akif Ümbədovdan gedir. Onun dahi taktikaları bir çox maçlarda iri hesablı qələbələr gətirdi və çox mərkəzi, çox çətin qarşılaşmalarda da beynamlı qələbələr gətirdi. Yenə təbii ki, bu məşqçinin timsalında sadəcə fərqli klub adı altında, eyni forma, sadəcə fərqli ad altında çıxış eləyir Dostluq Futbol Klubu, amma nəticə yenə eynidir. Yenə qələbələri sıralama adamı edir Akif Ümbədov. Və hansı tələbəsindən də soruşsan, təbii ki, bir məna olaraq eyni cavab verir. Biz bu məşqçini bəyənirik, sevirik və bu klubdan heç vaxt ayrılmaq istəmirik cavabı var. Bu isə məşqçini təbii ki, sadəcə məşqçi kimi yox, oyunçularına, idmançılarına eyni zamanda belə bir qol vurma nəsib edən bir məşqçiyə necə biz də dəyər verməyik. Onun üçün də elə bu uşaqlar da heç çox bu klubu tərk etmək istəməz. Qolun müəllifi isə Nihat Eskərli idi. 20 nömrəli oyunçu. Fantastik qola imza atdı Nihat. Məşqçinin özü də futbolçu olub. Bəziləri bəlkə də bilir. Yəni, böyük əksəriyyət bu barədə məlumatı var. Ümumilikdə dəfələrcə dünya Avropa arenasında ən tanınmış milli komandalardan söhbət gedir. İspaniya milli komandasının qapısına 4 qol vuran yeganə Azərbaycan əsilli futbolçudur. Əslində Akif Ümbədov, Dostluğun hazırki baş məşqçisi. O 16 ya 17 liqasında bu baş vermişdi. Ondan ötəri hər hansı bir millimizin oyunçusu heç bir qola, bir qol üstürən belə fərqlənə bilməyib. Əsasən də sol ayağı hər zaman qarşı salınmaz olub.
Hansı futbolçusuna da baxsan elə sol və ya sağ ayaqla uzaq məsafədən zərbələrə üstünlük verir. Deməli, burada zərbənin, dəqiq zərbələrin sirlərini öyrədən bir şəxs var. O da Akif Ümrədov. 11-0'lıq hesab hal-hazırda davam edir. Son 9 dəqiqə qarşılaşmanın bitiminə. Yəni, yeni gələnlər, xoş gəldiniz. Canlı yayımızı maksimum beğenək və paylaşaq. Cəmil Hüseyin topa qazanır. Son olarak elə Cəmil Hüseyin'dən top Endaçanı tərk etdi. Əlik salam, yeni gələnlər, xoş gəldiniz. Növbəti əvəz etmə Cəmil Hüseyinli əvəzlənir, yerinə Ağasəf Tağızadə daxil olur. 9 nömrəli oyunçu. Sona 8 dəqiqə qalmış. Növbəti əvəz etmə etdi Akif Ümrədov, təcrübəli baş məşqçi. Aşırma vuruş və son anda qapıdan azca aralı keçdi top. Yenə gözlənilməz zərbə idi. Qayda pozundur, cərmə zərbəsi. Son 7 dəqiqə qalmış Kenterin futbolçusu zədələnib deyəsən, yerdə qalıb. Vurlar. Hocam bir daha mı diyeceğim? Nihat Əsgərli. Rafael Abdullayev. Nihat Əsgərli. Komandalaşıl oynuyor. Sonunda top Qalkiper'de qalır. Petrik'ini rəsmiləşdirdi. Tariyel. Maç boyu 3-cü dəfə topa toxundu. Qalkiperin sevi var, 2-ci zərbə. Ağasəf Tağızadə növbəti dəfə fərqləməyə yaxın idi. Maçın isə 25-ci dəqiqəsi, 25-ci dəqiqəsi arkada qalmaq üzrədir. Son 5 dəqiqəsi vaxtda 11 top fərqli üstünlüyü var. Yalnız möcüzə Interi məğlubiyyətdən xilas edə bilər, amma heç bu möcüzəni özü də belə möcüzə ola gərək. 11 top fərqi 5 dəqiqədə aradan qaldırılması deyərdim ki, mümkünsüzdür. Əksinə daha bir top gözlənilir. Təzyiqi ön xəttə çox artırıb dostluq. Daha bir qol vurma cəhdləri çoxalıb. Bir neçə dəfə də qola yaxın oldu. Eyni zamanda Cəmil Hüseyinli və Nihat Əsgərli.
Fatih! Gün zərbəsi, dostluq. Fatih! Zərbə bu! İstə Rafael, istə! Rafael! Niyə tələsirsən bala? Qapıdan zərbə ilə top oyuna daxil edilməlidir. Son 3 dəqiqə. Qələbədən 3 dəqiqə ayırır Dostluq Futbol Klubunu. Tələsmə də Fatih! Düzelt bu! Turgut Rəhimov. Uzaqdan endirilən zərbə 10 nömrəli oyunçu Rıza Abdullayevdən gəldi. Geri dəqiq. Yine Rıza Abdullayev qapını yoxlayır. Top qapının üstündən keçdi. Əsas vaxtın son 2 dəqiqəsi. Həll oyun qeydə alınır. Bu isə demək ki, 12-ci qol təbii ki, qeydə alınmadı. Hesab 11-0 olaraq davam edəcək. Dostluq Futbol Klubunun oyuncusunun əlinə dəymişdi top. Cəmil Hüseynim komandalaşıyla oynuyor. Rıza Abdullayev deyilən diqqət mərkəzində ardıcıl 3-cü cəhdidir. Hər üçündə də təəssüf ki, hədəfdən yayınıb. İkinci hissənin 29-cu dəqiqəsi oynanılır. Inter 0, Dostluq Futbol Klubu 11. Hələ hesab belədir. Üçüncüdən zərbə. Hesab 11-0, hətta buna baxmayaraq Qalkiper belə 12-ci qol vurmaq üçün cərimə eşasına daxil olub. Çox maraqlı bir rakurs görürük və oyundan kənar vəziyyət. Sonuncu dəqiqə. Kariyer, olsa vurarsan qapıya. Geçme Talya, çok geçme. Oyun başa kimi final fitini səsləndirir. Yekun nəticə Dostluq Futbol Klubu 11, Inter 0. Yayınımıza dəstək olan bəyənən hər kəsə təşəkkür edirik. Yenə yarımıza görüşənədək hələlik.